Tavuru snaperçi kimi mövqedən çıxartmağa Cavidin çox böyük əməyi olmuşdur. Şəxsi şücaət göstərmişdir. Yəni şücaət də yəni bir snaperçi bir tavura qədər şəxsiyyəti qoruyub saxlaya bilir. Yəni Cavid də orada böyük igidlik göstərir. Həmin mövqedə düşmən deyək 5-6 dənə snaperlə tavura imkan vermir. Cavid qardaşımız həmin o tavur komandiri şəxsən danışdı. Hümmət Əmanə də orada gəlmişdi orada. Dedi ki, qardaş bizi dedi rəhmətli dedi, Cavid dedi sayəsində biz orada sağ çıxdıq. Həm də yaralı vəziyyətdə tavur komandinin təxliyəsində çox böyük əmək olmuşdur. Nə demək istəyirəm? Yəni bu igid qardaşlarımız, kəndimizin bütün Tovuzun, Azərbaycanın fəxri olan qardaşlarımız, bütün şəhidlər hamımızın fəxridir. Bunlar gördükdə hamısı xüsusi bölmələrdə kəşfiyyatçı kimi xidmət edirdi. Məqamları uca olsun. Arif də sənin də Allah ziyarətini qəbul eləsin. Amin. Ruhu şad olsun. Sağ ol.